əziyyət çəkməliyik. Heç nə əziyyətsiz olmayacaq. Amma əziyyətdə bərəkət var. Bunu bilin cavan qardaşlarım, dəyərlilər. Bunu bilin ki, həqiqətən orada bir bərəkət var. Allah verəcək bir bərəkəti. Möhkəm dayan, amma o bir gündən, 2 gündən alınmayacaq. İllər lazımdır bəzi uğurları qazanmaq üçün. İllər vallahi. Adam yəni əziyyət çəksin. Burada bir dənə belə bir gözəlliyi var.